Ezop, köpek ve canavar. Təmsil. Canavar çox yaxşı yedizdirilmiş, bəslənmiş, iri bir köpək gördü. İtdən soruşdu: "Səni belə əla kim yedizdirib ki, iri və güclü olmusan? Mənə insan yeməyi verir. Bəs boynundakı halqa nədir?" "Bu halqanı boynuma sahibim taxıb. Məni zəncirlə dirəyə bağlayır." Canavar gülümsədi. "Məncə, qarnıyarı ac yaşamaq zəncirdə oturmaqdan yaxşıdır," dedi. "Azadlığı yeməyə mən dəyişmərəm."